Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. El-feslü salisu el-idzah tesdirun. La niza'a fi ennel mükellefe iza imtesele ma umire bih İza imtesele ma emere bihi mevlahu alel vecihil metlub cami'en lima huve mu'teberun fihi minel eczai ev'şşerait يؤد ممتثلا لذلك الأمر من دون حاجة إلى امtisal ثان. Dəlilü zalik. Əvamir bəhsinin zimnində bəhs olan önəmli və səməri fikhisi olan bəhslərdən biri icza bəhsidir. İlk öncə istəyir burada icza bəhsini nə olmağın bizə izah eləsin. Bu baxımdan əvvəl bir təsdirun, yəni bir giriş. Əvvələn diqqət edək ki, icza bəhsi harada mətrəh olunur, harada iczadan bəhs olunur. İczanın lüğəti mənası məlumdur, əl-iktifa mənası, yəni kifayətlənmək, muci olmaq. Amma terminoloji baxımdan bir əmri ixtiyarinin əmri vaqidən əmri izdirarının əmri ixtiyardan kifayətlənməsi. Yəni, əgər fərz edək ki, biz təyəmmümlə namaz qıldıq, təyəmmümlə qıldığımız namaz ki, həqiqətdə izdirar vaxtında biz eləyə bilərik təyəmmümlə namaz qılaq. Aya təyəmmümlə qıldığımız namaz, dəstəmazla qıldığımız namazdan kifayət edir, yoxsa etmir? Yəni, izdirarı halında ki, biz təyəmmüm edib namaz qılırıq, bu, əgər su tapılarsa, təzədən qılmaq vacibdir, yoxsa vacib deyil? Və yaxud da vaxt çıxandan sonra su tapdıq, təzədən onu qəza etməliyik, yoxsa yox? Bəhsimiz buradadır. Həqiqətə icza əmri izdirarinin əmri ixtiyarıdan kifayət etməsi. Bəhs bundandır. Və yaxud da əmri zahirinin əmri vaqidən kifayətlənməsi. Bu baxımdan iki dənə yerdə, iki cəhətdən biz bəhs edəcəyik. İnşallah bunlar geniş izah olunacaq. Mən istədim ki, icranın terminoloji mənasını çatdırım. Əl-icza fil-lüğə əl-iktifa. İcza lüğətdə iktifa mənasındadır, yəni kifayətlənmək. Lakin terminoloji baxımdan ki, üsulda bəhs olunur, bəhs bundan ibarətdir ki, bəzən fərd ixtiyarı halında suda vardır, su ilə dəstəmaz alır, namaz qılır. Və namazda mötəbər olan bütün şərtlərə, bütün əczalara riayət edir. Burada bəhs yoxdur. Təsdirdə də ona işarə edir. Burada bütün üsul alimləri buyururlar ki, əgər mükəlləf ona vaqiən vacib olan məmurun bihi bütün əczaları ilə, bütün şərtləri ilə əmələ gətirərsə, bu məmurun bihi onun boynundan saqit olur. İkinci dəfə iadə eləməyə ehtiyac yoxdur. Vaxt xarici qalandan sonra qəzaya da ehtiyac yoxdur. Niyə? Çünki mükəlləf ona əmr olunan məmurun bihi olduğu şəklində ələl-vəcil mətlub ona işarədir. O cürə ki, tələb olunmuşdu ondan, o formada əmələ gətirdi. Bu surətdə məmurun bihi onun boynundan saqit olur. Əgər ürfən misal vursa, məsələn, Molla öz quluna deyir ki, ged mənə sərin su gətir. Əbd də, qul da gedir həmin Mövlanın necə istəmişdirsə, o formada da olan sərin suyu gətirir. O da onun sərin suda istəyirdi ki, məsələn, teşnəliyi, susuzluğu aradan getsin. O da içdi, susuzluğu aradan getdi. Burada da artıq ona deməzlər ki, ikinci dəfədən gətir. Çünki ona əmr olunmuşdur, sərin su gətirsin, o da sərin suyu gətirdi. Və hədəfi nə idi? Hədəfi də o susuzluğun aradan getməsi idi, o da aradan getdi. İndi əgər Mövla deyibsə, bugün fəqirə, məsələn, filan fəqirə sədəqə ver, o da filan fəqirə həmin məbləğdəki Mövla demişdir, sədəqə verdi. Həmin məmuru bu, onun boynundan düşəcək. Bəs burada bəhs yoxdur. Əgər bir mükəlləf Mövla tərəfindən ona əmr olunan məmurun bihi tamam əczaları ilə, tamam şərtləri ilə olduğu kimi əmələ gətirərsə,
Burada bütün üsul alimləri buyururlar ki, bəli, belə bir məmurun bihi ki, imtisal olundu, onun boynundan düşür. İkinci dəfə ona imtisal eləməklik mənası yoxdur. Burada bəhs yoxdur. Bəhs hardadır? Bəhs o yerdədir ki, mükəlləf bir əmri ixtiyari vardır, onun boynuna təklif gəlib, bir də əmri istirari. Və hər dəlil əmri ixtiyarini əmələ gətirə bilmir. Məsələn, adi halda, ixtiyari halda bütün mükəlləflərə əmr olunub ki, dəstəmaz alaraq namaz qılsınlar. Ayəsi də Maidə surəsinin 6-cı ayəsi. Və buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənu izə qumtum iləs-səlat fəxsulu vucuhakum. Cüm dəstəmaz ayəsidir. Bizdən namaz hansı formada tələb olunur? Tələb olunur dəstəmaz alaraq namaz qılaq. Əgər indi bu ixtiyari haldadır təbii ki. Əgər indi bir problem yarandı, su olmadı və ya su oldu, suyun zərəri oldu və ya da su oldu, bunun əhli suya çatmır. Hər halda istirar halında. İstirar halında bir dənə əmri istirari var. Namaz İnnəs-salata la tutraku bihalin. Namaz heç surətdə tərk olunmaz. Əgər indi Molla dedi ki, necə ki deyib həmin Maidə surəsinin 6-cı ayəsinin davamında buyurur ki, və in kuntum mərza əv əla səfərin əv cə'a əhadun minkum minəl qaiti əv laməstumun nisaa fələm təcidun ma'ən fətayəmməmu. Təyammüm ayəsi. Əgər su tapılmadı, suya əliniz çatmadı, müəyyən problemlər yarandı, su dəstəmaz ala bilmədiniz, fətayəmməmu. Təyammüm edin. Bu da əmrdir, o da əmrdir. Lakin dəstəmaza olan əmr ixtiyar halındadır. Yəni biz ixtiyar halında, imkan daxilində su olarsa, suyun zərəri olmazsa, buyurur ki, namaz qılan vaxtında nə edin? Dəstəmaz alın. Bu əmr ixtiyarıdır. Əgər insanın ixtiyarında su varsa, dəstəmaz alıb, su ilə dəstəmaz alıb namaz qılırsa, onun boynundan 100% bu namaz, dəstəmazla alınan namaz boynundan düşəcək. Amma bir dəfə də ikinci surətdə diqqət edin, bəhsimiz buradadır. İkinci surətdə budur ki, su yoxdur və yaxud da vardır, zərəri vardır. Bir nəfər təyammüm edərək namaz qıldı. Təyammüm etdi, namaz da qıldı. Namaz qılandan sonra su tapıldı. Vaxtın daxilində tapıldı ya məsələn vaxtdan sonra tapıldı. Aya o əmri istirari ki, təyammümlə namaz qılmaq əmri istirari idi. İstirar halında demişdi təyammümlə qıl. Aya əmri istirari ki, bu imtisal elədi, bu kifayət edir əmri ixtiyaridən. Yəni artıq bu vaxt daxilində dəstəmaz alıb namaz qılmağa ehtiyac yoxdur ikinci dəfə. Və yaxud da vaxt çıxdıqdan sonra ki, su tapıldı, yenidən dəstəmaz alıb təyammümlə qıldığı namazı qəza etməlidir, yoxsa yox? Bəhs buradadır. Bu icza bəhsinin bir nümunəsidir. İcza bəhsinin ikinci nümunəsi əmr zahirinin əmr vaqiədən kifayət etməsidir. Əmr vaqiədə mən əmri zahirini izah etmək üçün gərək hökmü vaqi ilə hökmü zahiri də bəyan edəm ki, bu məsələ tam həllini tapsın. Baxın, bəzən Allah Taala mükəlləfin elmin, cəhlin nəzərə almadan bir sıra vacibatı boynumuzda qoyur. Məsələn, deyir ki, dəstəmaz vacibdir, namaz vacibdir, oruc vacibdir. Mən bunu biləm ya bilməyəm. Hökm gedib məsləhətə görə bu namazın üzərinə vücub hökmdür namaz üçün. Və yaxud da oruc üçün və bu kimi digər vacib. Bunlar hökmü vaqidir. Bəzən də hökm vardır. Bu hökm zahiridir, hökmü vaqi deyil. Hökm zahiri nədir? Hökm zahiri odur ki, üsul-i əməliyyə ilə ələ gəlir. Məsələn, hal-hazırda biz bilmirik ki, adətən bunu misal vururlar da, biz bilmirik ki, burada olan su pakdır yoxsa pak deyil. Bir dənə su vardı da, amma bilmirəm hal-hazırda, ehtimal verirəm nəcis olmuş olsun. Ehtimal da vardı, pak olsun. Bilmirəm. Belə bir məqamda buyurulur ki, yəni bir dənə üsul əsasında kulli şeyin ləqə tahir. Hər bir şey sənə tahirdir. Və yaxud da istisab edirsən, 2 gün bundan qabaq pak idi. İndi deyirsən ki, əgər bir şey pak idisə, istisab edirsən o paklığı, yenə də hökm edirsən onun pak olmağına. Əlbəttə, ehtimal var da nəcis olsun. Məsələn, 2 gün bundan qabaq pak idi. Amma indi bilmirəm, ehtimal verirəm nəcis olsun. Amma burada
istishab əsasında hökm eləyirəm ki, bu pakdır. Ay bu istishab əsasında ki, hökm elədim bunun pak olmağına, bu su vaqiən pak olur? Xeyr. Hökmü zahiridir. Allah Teala insanlara necə deyirlər, üsul əməliyyə əsasında biraz rahat etməkdən ötürü o yerdə ki, vaqi hökmü bilmirlər, hökm zahirini üsul əməliyyə əsasında cəl eləyib ki, mükəlləflər bila təklif qalmasın. Belə bir məqamda desinlər ki, bəli, dünən pak idi, nəcis olmağını bilmirsən, yenə də pakdır inşallah. Bu da istishaldır. Baxın, bir dəfə hal-hazırda özün bir quyudan, bir kür sudan, bir dəniz suyundan götürürsən, 100% əminsən ki, bu nədir? Pakdır. Bu olur təharət-i vaqiiyyə. Bunun pak olmağını 100% sən əminsən. Buna deyirlər təharət-i vaqiiyyə. Bir dəfə də ki, hökm eləyirsən bir suyun pak olmağına, amma vaqiən bilmirsən. Və nəyə əsasən deyirsən ki, pakdır? Qaydi təharət əsasında və yaxud da istishab əsasında. Dünən pak idi, indi dünəndən bu günə ola bilsin nəcis olsun. Amma çünki sənin yəqinin yoxdur onun nəcis olmağına deyirsən ki, bu pakdır. Niyə istishaba əsasən? Və yaxud da əsalət-i təharətə əsasən. O da pakdır əvvəlki sonra, bu da. O təharət-i vaqiiyyədir, bu təharət-i zahiriyyədir. İndi fərz edək. Fərz edək. Bir dənə su hökm elədin ki, onun pak olmağına istishab əsasında bu hökm zahiridir. Və o su ilə dəstəmaz aldın. O sudan dəstəmaz alandan sonra namaz da qıldın. Namaz qılandan sonra məlum oldu ki, həmin su nəcis imiş. Və yaxud da fərz edək ki, o su muzaf suyuymuş. Bir halda ki, muzaf suyuna da dəstəmaz almaq olmaz. İndi söz buradadır ki, sən ki əməl elədin hökm zahiriyə, əmr zahiriyə və təharət zahiriyyə ilə namaz qıldın, sonra məlum oldu ki, bu təharət vaqiəni təharət deyilmiş, tahir deyilmiş bu su. Aya bu hökm zahiri, hökm vaqidən kifayət edir və yaxud da əmr zahiri, əmr vaqidən kifayət edir, yoxsa kifayət etmir? Bəhsimiz bu barədədir. İnşallah 2 dərsdə, 3 dərsdə inşallah bunu tamamlayacaq. Bəs birinci bəhs budur ki, təsdirdə bunu bəhs eləmək istəyir. Əgər mükəlləf Mövla tərəfindən ona əmr olunan bir şeyə olduğu kimi əməl edərsə, ələl-vəsil mətlub. Yəni, elə formada onu icra edir ki, Mövlanın mətlubudur. Mövla hər əczaları deyib onu əmələ gətirir, hər bir şərtləri deyib onu əmələ gətirir. Belə bir yerdə bütün usul alimlər buyururlar ki, belə bir təklif mükəlləfin boynundan düşür. Mənə əmr etmişdir ki, namaz qıl, 11 cüz, neçə dənə şərt, təharət şərtdir, istiqbal şərtdir, təharət-i libas şərtdir, sətr şərtdir və bütün şərtləri, bütün əczaları necə var idi, o cürdə əmələ gətirdim. Burada şək şübhə yoxdur ki, Mövlanın əmri mükəlləfin boynundan saqit olur. Burada bəhs yoxdur. Bəhs hardadır? Bəhs o yerdədir ki, əmr-i vaqi istirarinin əmr-i ixtiyaridən kifayətlənməsində və yaxud da əmr-i zahirinin əmr-i vaqidən kifayət etməsində. Bəhsimiz buradadır. Bu baxımdan 2 məqamda biz bəhs edəcəyik. Birincisi, əmr-i vaqi istirarinin əmr-i ixtiyaridən kifayət edib etməməsi ki, misal vurdum. Namazı, gündəlik namazı bir nəfər vəzifəsi budur ki, nə ilə qılsın? Təharət-i maiyyə ilə, yəni dəstəmazla, Quran ayəsinə əsasən. İndi əgər mükəlləf su tapa bilmədi, su ki tapa bilmədi, Allah Teala deyir ki, su tapa bilməyəndə burada təyəmmüm edin. Bu da gəldi təyəmmümlə namaz qıldı. Bəhs buradadır ki, təyəmmümlə ki namaz qıldı, sonradan üzr aradan getdi, iztirar aradan getdi, yəni su tapıldı. Ya vaxt daxilində tapıldı, ya vaxtdan sonra tapıldı. Hər halda təyəmmümə olan əmr də əmr vaqidir. Lakin iztirar halında əgər su tapmadınız təyəmmüm edin. İxtiyar halında bunu diqqət edək. Həm əmr ixtiyari, həm əmr istirarı. Hər ikisi əmr vaqidir. Buna diqqət edək. Əmr zahiri kimi deyil. Əmr zahiri əmr vaqi deyil. Amma burada həm əmr ixtiyari nədir? İxtiyar halında dəstəmaz alın, namaz qılın. Həm əmr istirarı, əgər su tapa bilmədiniz, təyəmmüm edin, bu da əmirdir. Hər ikisi vaqi əmirdir. Çünki hər ikisi Quranda gəlib, hər ikisi bizim vəzifəmizdir. Lakin biri ixtiyar halında, biri istirar halında. Bizim bəhsimiz buradadır ki, oradakı əmr gəlmişdi, demişdi, istirar halında təyəmmüm et. İndi bu istirar aradan getdi. İstirar ya vaxt daxilində aradan gedir,
ya vaxt çıxdıqdan sonra su tapılır. Söhbət buradadır ki, mən əmri istirariyə əməl elədim. Çünki demişdik ki, su tapa bilmədim, təyəmmümlə namaz qıl. Mən də su tapa bilmədim, təyəmmümlə namaz qıldım. Təyəmmümlə namaz qıldıqdan sonra məlum oldu ki, su tapıldı. Yəni əvvəl su yox idi, mən təyəmmüm elədim, namaz qıldım. Bu da diqqət edin. Burada bədar məsələsi var. Bəzi alimlər, fəqihlər də hal-hazırda fətva veriblər. Bəziləri ki, məsələn, iki cürə təsəvvür olunur da. Bir dəfə mən bilirəm ki, vaxtın əvvəlindən axırına qədər su olmayacaq. Və buna deyirlər ki, həqiqətdə müstəvəbdir. Yəni, izdirar müstəvəbdir. İzdirar müstəvəbdir. Yəni, namazın əvvəl vaxtından axır vaxtına qədər bu üzr vardır. Yəni, su yoxdur. Burada hamı deyir ki, bəli, icazə vardır, təyəmmüm eləsin, namaz qılsın. Bir dəfə də ki, xeyr, əvvəl vaxtda su yoxdur. Ola bilsin ki, sonradan su tapılacaq. Allah üçün müctəhidlər icazə verirlər, fərzdən ki, icazə verirlər ki, elə əvvəl vaxtda ki, suyun olmadı, sən gözləmə axır vaxtı. Elə əvvəl vaxtda təyəmmüm elə namazı qıl. İndi bu surətdə ki, məsələn, əvvəl vaxtda su yoxdur, ehtimal vardır ki, sonradan olsun. Mən əvvəl vaxtda oturdum, təyəmmüm elədim, namazımı qıldım təyəmmümlə. Axır vaxtda su tapıldı. Və yaxud da vaxt çıxandan sonra su tapıldı. Aya, burada əmr istirarı ki, mən imtisal elədim. Çünki Allah da özü əmr eləmişdi. Əgər su tapa bilmədiniz, təyəmmümlə namaz qılın. Mən də təyəmmüm elədim, namaz qıldım. İndi vaxt daxilində su tapıldı, mən namaz qıldıqdan sonra. Və yaxud da vaxt çıxandan sonra su tapıldı. Burada da qəzadır. Aya, burada ki, mən əmri istirarını imtisal elədim. Aya, bu əmr-i vaqidən kifayət edir, yoxsa kifayət etmir? Bəhsimiz buradadır. Burada bu məsələdə istirar bəhsində demək olar bütün müctəhidlərin nəzəri budur ki, bəli, əmr-i istirarını əgər bir nəfər imtisal eləyə, bu əmr-i ixtiyarda kifayət edir. Vaxt daxilində iadə eləməyə ehtiyac yoxdur, yəni təzədən qılmağa ehtiyac yoxdur. Vaxt xaric olandan sonra qəziyə ehtiyac yoxdur. Bunun dəlili işarə olunacaq, dəlilinə də işarə olunacaq. Əl-Fəslü Salis 3-cü fəsil icza bəhsidir. Təsdirun. La nizaə fi ennəl mükəlləv izə imtəsələ ma əmrə bihi mövlahu ələl vəsil mətlub. Heç şübhə yoxdur ki, mükəlləv əgər əmər eləsə Mövlanın ona əmr etdiyinə ələl vəsil mətlub, tələb olunmuş vəcinə, özü məəni ələl vəsil mətlub nədir? İcam, yəni imtisal eləyir Mövlanın əmrin. Necə? Bir halda ki, cəm edir limə huvə mu'təbərun fihi. O məmurun bihdə mötəbər olan bütün şeylərin hamısını əmələ gətirir. Minəl əcza və şərait. Ma huvə mu'təbər nədir? O əczalardan, şərtlərdən hamısını əmələ gətirir. Əgər əmələ gətirərsə bu formada yuəddu mumtəsilən. Belə bir mükəlləf imtisal etmiş olur lizalikəl əmr. Min duni hacətin ilə imtisal lisanid. Bu surətdə ikinci dəfə imtisal eləməyə ehtiyac yoxdur. Yəni, mənə əmr eləmişdir, namaz qıl, bu şərtlər əsasında, bu əczalar əsasında mən də bütün əczaları əmələ getdim, bütün şərtlərə əməl etdim. İkinci dəfə onu əmələ getirmək mənası yoxdur. Dəlil-ü zalik. Bunun dəlil nədən ibarətdir? Bu ki, ənəl heyyətə tədullə ələl bəsə və tələb. Biz keçən bəhslərdə dedikdə heyyət əmir, məsələn, əqimus salat. Dəlalət edir bəsə ya tələbə. Vəl maddi, məsələn, iqami salat, tədullə ələ təbiə, ya namaz. Və hiyyə, bu təbiyyətdə tucədu bi vücudu fərdin vahid. Bir fərdi ki, sən icad elədin, o təbiyyət vücuda gəldi. Fə izə imtəsələl mükəlləf ma əmərə bihi ya ma umirə bihi, mükəlləf ona əmr olunanı əgər imtisal edərsə, necə? Bi icad mistaqın vahidin minhu. Ondan bir mistaqı icad eləmək vasitəsini əgər onu əmələ gətirirsə, fəqət imtəsələ ma umirə bihi. Ona əmr olunanı imtisal etmişdi. Və la yəbqa li bəqail əmr bə'dəl imtisali vəçsun. Əmr artıq imtisal olundan sonra onu ikinci dəfədən əmrin qalmaqlığına heç bir dəlil vəc yoxdur. Və innəmən nizau fi iczail əmril vaqi'i lil istirari ənil ixtiyari. Bu bir məsələ. Və iczail əmri zahir ənil vaqi'i və hahuna məbhəsən. Bu ki, yalnız niza və işqal və irad və bəhs hardadır? Əmri vaqi'i istirarinin əmr ixtiyarıdan kifayətlən etməsindədir. Misalda dedimdə, təyəmmümlə qıldığım namaz, dəstəmazdan qıldığım namazdan kifayət edir, yoxsa yox? Necə yəni kifayət edir? Yəni, əgər mən dəstəmazdan namaz qıldım, sonradan su tapıldı, aya iadə eləməyə ehtiyac var, yoxsa qəza etməyə ehtiyac var, bəhs buradadır.
Amma əgər mənə demişdi su tapa bilməyəndə təyəmmümlə namaz qıl, mən də təyəmmümlə namaz qıldım. Bu ayəyə mən əməl etmişəm. Və yaxud su var idi, dedi dəstəmaz al namaz qıl, mən də dəstəmaz aldım namaz qıldım. O əmrə mən əməl etmişəm. Bəhsimiz orada deyil. Bəhsimiz iki dənə əmr var. Biri iztiraridir, biri ixtiyaridir. İztirar halında mən namaz qıldım təyəmmümlə. Aya bu kifayət eləyir o namazı ki, dəstəmazla qılınmalı idi, yoxsa yox? Bəhs oradadır. Bu birinci bəhs. Və ikinci bəhs iczaul əmri zahiri, iczail əmri zahir ənil vaqi. Zahiri əmrin vaqi əmrindən kifayət etməsində. Və hahuna məbəhəsən. Burada iki bəhs vardır. Əl-məbəhəsul əvvəl iczaul əmril vaqi il-istirari ənil ixtiyari. Birinci bəhs əmri vaqi istirarın əmri ixtiyardan kifayət edib etməməsi. Buyurur ki, əs-sələvatul yevmiyyə vacibətun bit-təharətil maiyyə qalə subhanə. Gündəlik namazlar vacibdir, təharəti maiyyin, yəni dəst namazını. Necə ki, Allah Teala buyurub, ya eyyuhəllezine amenu izə qumtum iləs-səlat fəxsulu. Bu ayə dəlalət edir ki, səlat-ı yevmiyyə təharəti maiyyin olmalıdır. Və rübəmə yəkunul mükəlləfu qeyrə vacidin lil-ma. Bəzən də olur mükəlləf su tapa bilmir. Su ki tapa bilmədi, artıq istirar halındadır. Fəcuillət-i təharət-i turabiyyə məkanət təharət-il maiyyə. Belə bir halda ki, su tapa bilmir, təharət-i turabiyyə, yəni təyəmmüm, təharət-i maiyyə ki, dəst namazı onun yerində qərar tapır, li-əcli istirar. İstirara görə. Qalə subhanə fələm təcidu ma'ən fətəyəmməmu. Əgər su tapa bilmədiniz, təyəmmüm edin, səidin təyyibə. Həmin ayənin davamıdır. Bura diqqət edin. Buyur ki, fəs-səlatu bit-təharətil maiyyə fərdun ixtiyariyyun vəl-əmru bihi əmrun vaqiiyyun əvvəliyyun. Buyur ki, namaz, dəstəmaz ilə olan namaz fərdi ixtiyaridir. Yəni, ixtiyar halında bizə deyir ki, dəstəmazla namaz qılın. Ona olan əmr də əmri vaqiidir, ötüz əvvəlidir. Əvvəli nəyin müqabilində? Sanəvinin müqabilində. İstirarıda əvvəli deyil. Düzdür, əmri vaqiidir. Ona da əmr olunub vaqiən. Lakin istirar halında. Amma dəstəmazı olan əmr, əmri vaqiidir, özü də əvvəlidir. Diqqət edin. Kəma ənəs-səlada bit-təharəti turabiyyə fərdun istirariyyun. Necə ki, təyəmmümlə qılınan namaz da fərdi istiraridir. Yəni, o deyib ki, fələm təcidu ma'ən, əgər su tapa bilmədiniz. Burada fərdi istiraridir. Lakin vəl əmru bihi, ona olunan əmir, əmrun vaqiiyyun. Buracan düz, əmri vaqiidir. Təyəmmümə də həqiqətən vaqiən əmr olunub. Lakin sanəvidir. Niyə üçün sanəvidir? Yəni, su tapılmayan surətdə təyəmmümlə namaz qılmağa əmr olunub. Pəs diqqət, əmri vaqi əvvəli nədir? Əmri vaqi sanəvi nədir? Bunu da bildik. Və dəstəmazla olunan namaz fərdi ixtiyaridir. Təyəmmümlə olunan namaz fərdi istiraridir. Buyurur ki, fəyəqəyəl kəlam. Kəlam buradadır, bəhs buradadır. Fi ennəl mükəlləf. İza imtəsələl mə'murə bihi fi halil istirar ələl-vəçil mətlub. Mükəlləf mə'murun bihi əmələ gətirdi. Yəni, namaz qıldı. Nə ilə? Fi halil istirar. İstirar halında, su olmayan halında ələl-vəçil mətlub. Yəni, o cürə ki, demişdi, su tapa bilməyəndə təyəmmümlə namaz qılın. O da olduğu şəkildə əmələ gətirdi. Getdi təyəmmüm elə də namaz qıldı. Ayə vaxtı ki, təyəmmümlə namaz qıldı. Fəhəl yəsqutul əmrul vaqiyul əvvəli. Ayə əmr vaqi əvvəl bunun boynundan saqit olur. Necə yəni saqit olur? Biməna ənəhu ləv təməkkənə minəl ma bədə iqamətis səlati bit-təyəmmüm la təcib əleyhil iadəti vələl-qəza. Bu məniyə ki, vaxtı ki, təyəmmümlə namaz qıldıqdan sonra su tapdı. Su tapdı, su tapandan sonra aya icza vardı, yoxsa yox? İcza vardı mənası nədir? Yəni, la təcib əleyhil iadə. Təzədən qılmağa ehtiyac yoxdur, vacib deyil. Vələl-qəza da vacib deyil. Əv la yəsqud, ya saqit olmur. Su tapandan sonra yenidən namaz qılmalıdır. Əmmə süqut əmr nəfsil istirari, amma əmri istirarın özünün saqit olmağında bəhs yoxdur. Bu ki, su tapa bilməyəndə təyəmmümlə namaz qılmalı idi, buna əməl elədi. Bu, onun boynundan düşdü. Bizim bəhsimiz onda deyil. Bizim bəhsimiz budur ki, indi ki, bu təyəmmümlə namaz qıldı, təyəmmümlə qıldığı namaz su tapıldıqdan sonra ayə dəstəmaz alıb yenidən namaz qılmalıdır, qılmalı deyil. Qəzaən ya ədaən. Amma deyir ki, suqut əmr nəfsil isə fəqət əlimdə əndə imtisalı əmr kulli şeyin muskütünlə. Bu, keçdi qabaqda. Dedik ki, o təsdirdə dedik ki, hər əmri imtisal eləməli, həmin əmri saqit edir. Bizim bəhsimiz o əmri istirarının özünün saqit olmağında deyil. Bəli, su tapa bilməyəndə təyəmmüm edib namaz qılmalısan. Mən də təyəmmümlə namaz qıldım.
Bu əmrə mən əməl elədim. Bu mənim boynumdan düşdü. Söhbət burada deyil, bəhs burada deyil. Bəhs burdadır ki, mən ki əmri israrını əməl elədim, boynumdan əmri vaqi saqit olur yoxsa yox? Yəni artıq su tapılandan sonra yenidən qılmağa ehtiyac yoxdur. Su vaxt xaric olandan sonra qəzaya da ehtiyac yoxdur. Sümmə innə lil məsələti surətin. Sonra deyir, buna da bil ki, bu məsələdə 2 dənə surət var. Tarətən yekunul üzr qeyra müstəvəbin. Bir dəfə üzr kamil deyil. Necə kamil deyil? Yəni əhatə eləməyib. Necə? Özü məna edir. Kəma izə kanul mükəlləf faqidən lilma. Necə ki, mükəlləf suyu yoxdur fi əvvəlil vəqt. Vaxtın əvvəlində fəqət suyu yoxdur. Vaxtın ki, əvvəlində yoxdur, ola bilsin bir nəfər desin ki, vaxtın əvvəlində suyu yoxdur, gözləsin vaxtın axırını. Yox. Və qulnə bi cəvazil bədar. Biz də qailük ki, bədar caizdir. Yəni əvvəl vaxtda ki, su tapa bilmədi, elə əvvəl vaxtında təyammüm edib namaz qıla bilər. Və bu bir çox alimlər də buna fətva veriblər. Fəsəlla mütəyəmmimən. Bu da əvvəl vaxtda su tapa bilməyən kimi su olmadığı üçün təyammüm elədi, namaz qıldı. Sümmə sarə vacidən ləhu fi əsnahi. Sonra su tapdı. Yəni təyammümlə əvvəl vaxtda namaz qıldı, 2 saat keçəndən sonra su tapıldı. Bu bir surət. Və uxra yakunul uzru müstəvəbən. Bir dəfə də üzr müstəvəbdir. Müstəvəb nədir? Yəni əvvəl vaxtdan axır vaxta qədər su yoxdur. Kəma izə kana faqidən lil ma fi cəmi'il vaxt. Orada əvvəli vaxtda su yox idi, amma burada cəmi'il vaxtda su yoxdur. Bu da fəsəllə mütəyəmmimən. Təyammüm halında namaz qıldı, sümmə irtəfəl üzr. Sonra üzr aradan getdi, bəli xurucul vaxt. Vaxt xaric olandan sonra üzr də aradan getdi. Buyurur ki, fəl kəlamı fil qismil əvvəl. Birinci qismdəki qeyri müstəvəbdir. Burada icza bəhsində deyəcək, yəqə fi vücubul iyadə fil vaxt vəl qaza xaricəhu. Yəni əgər daxili vaxtda su tapdı, təyammümlə namaz qıldıqdan sonra, bəhs burada ki, iyadə vacibdir yoxsa yox? Daxili vaxtda. Vəl qəza xaricəhu. Əgər vaxt çıxıbsa bəhs eləyəcək ki, qəza vacibdir yoxsa yox. Amma ikinci surətdə fəqət qəzanın vacibdir. Çünki fərzimiz budur ki, tamamı vaxtda su yoxdur da. Tamamı vaxtda su yoxdur. Vaxt çıxandan sonra su tapdı. Təyammümlə namaz qılmışdı, vaxtda tamam oldu. Sonra bəhs edəcək ki, vaxt çıxandan sonra ki, su tapdı, qəzaya ehtiyac var yoxsa yox. Kəma ennəl kəlama fissani fi vücubil qəza. Bura qədər tərhi məsələ idi. Ayə əmri vaqii istirarı, əmri ixtiyarıdan kifayət edir, yoxsa kifayət etmir. Ağay Subhani o cümlədən demək olar, çox alimlərin əksəriyyəti, üsul alim əksəriyyəti deyirlər ki, bəli, muczidir. Niyə? Deyir ki, diqqət edin, əmri istirarının ayəsini diqqət edin. Fələm təcidu ma'ən fətəyəmməmu saidin təyyibə. Əgər su tapmadınız, təyammümlə namaz qılın. Bu ayə dərməqamı bəyandır. Bizim istəyir ki, mükəlləfin hökmün bəyan eləsin. Necə deyərlər, mükəlləfin təklifini müəyyənləşdirsin, müşəxəs eləsin. Əgər sonradan su tapılandan sonra qəzaya ehtiyac olsaydı, xarici vaxtda və yaxud da təzədən qılmağa ehtiyac olsaydı, daxili vaxtda, orada belə deyərdi, əgər su tapdınız, namaz qıldıqdan sonra, təyammümlə namaz qıldıqdan sonra, əgər su tapdınız, təzədən qılın. Bir məqamı bəyanda idi, bir halda ki, bunu deməyib. Başqa sözlə, təyammüm ayəsinin itlaqından və həmçinin təyammüm hədisləri ki, bir neçəsinə işarə olunacaq, itlaqından istifadə olunur ki, artıq iyadə və qəzaya ehtiyac yoxdur. Buna diqqət edin, dəlil icraya ya dəlil ləfsidir, yəni itlaqı, kəlamı, muvla. Orada ki, deyib, təyammümlə namaz qılın. Əgər yenidən qəza qılmağa, su ilə qəza qılmağa və yaxud da daxili vaxtda iyadə eləməyə vacib olsa, onu bəyan eləyərdi. İndi ki, bəyan eləmək, itlaq kəlama təməssük edir, deyir ki, qəza və iyadə vacib deyil. Əlbəttə, dəlili bəraət də onu iqtiza edir. Və dəlilu ələl icza, iczaya olan dəlil bu ki, ənəhu izə qanəl mütəkəllim fi məqamil bəyan. Əgər mütəkəllim dər məqamı bəyandırsa, lima yəcibə ələl mükəlləf indəl istirar. Yəni, istirar məqamında ona vacib olan şeyi bəyan eləmək məqamındadırsa və ləm yəzquru illəl ityan bil fərdil istirari. Burada da zikr eləməyib, məgər o fərdi istirarını gətirib, min duni işarətin ilə iadəti əv qəzai bədə rəfül üzr. Bir halda ki, sən işarə eləməyib ki, həmin namazı məsələn iadə eləyirsən ya qəza eləyirsən üzr aradan gedəndən sonra və zahir zalikə huvəl icza.
Bu kəlamın zahiri iczadır. Yəni itlaq kəlamdan biz istifadə edirik ki, mucidir. Yenidən qəza və iadə eləməyə ehtiyac yoxdur. Və məsələn, İnne zahire qawli subhane felem tecidu ma'en feteyemmemu sa'idən tayyiba. Və hətta qawlihi sallallahu aleyhi və səlləm Peyğəmbər bu ya Əbazər yəkfikəs sa'id əşər sinin. Və qawlihi aleyhissalam fi rivayətin uxra inne rabbəl ma rabbəs sa'id fəqəd fəalə əhədət təhurin. Birinci ki ayədə işarə elədi. İkinci ya Əbuzər təyammüm sənə 10 ildə kifayət eləyər. Yəni əgər üzrün varsa 10 ildə təyammümlə sən namaz qıla bilərsən. Burada deməyib ki, məsələn artıq üzr aradan gedəndən sonra qəza elə. Və yaxud da bu başqa bir hədisdə deyir ki, suyun sahibi elə torpağın da sahibidir. O torpağı da Allah Teala iki təhurdan biri qərar verib. Bunların hamısının zahirinə baxanda huvel icza. İcza nədir? Və ədəmi vücubul iadə vəl qəza. İadə və qəza vacib deyil. Və illa əgər iadə və qəza vacib olsa, ləvəcəbə əleyhil bəyan. Bəyan eləyərdi Peyğəmbər cənabında. Allah Teala bəyan eləyərdi. Deyib ki, su tapa bilmədiniz, gedin təyammüm edin, namaz qılın. Sonra gəlib deməyib ki, əgər üzrünüz aradan getdi, təzədən onu iadə edin və yaxud da qəza edin. Əgər vacib olsaydı ki, bəyan eləyərdi, pəs fəlabüddə fi icabil ityanı bi saniyən min dəlaləti dəlilin bil xüsus. Əgər ikinci dəfə vacib olsaydı, xüsusi bir dəlil istəyir. Heç bir dəlilimiz də yoxdur. Amma əgər bir nəfər desə, yox, burada itlaqa təməssük edə bilmərik. Çünki itlaqa təməssük eləməyin əsas şərtlərindən birisi bəyan məqamında olsun. Əgər bir nəfər gəldi, yox, burada əsli vəzifəni bəyan eləmək istəmir. Burada itlaqlıq yoxdur. İtlaqlıq ki, olmadı, dəlili, ləfsi olmayacaq, gedəcək nəyin dalayacaq? Əsli əməlin dalayacaq. Əsli əməldə bəraətdir. Aya ikinci dəfə təklif mənim boynuma gəlir, yoxsa gəlmir. Əsli budur ki, gəlmir. Və ləv iftərəzna ədəmə qonul mütəkəllim fi məqamil bəyan. Əgər biz fərz etsək ki, mütəkəllim bəyan məqamında deyil, fi dəlilil bədəl və konuhu sakitən ənil iadə vəl qəza. Bu məqamda deyildi ki, iadə və qəzanın necə deyirlər, vacib olub olmamağın bəyan eləsin. Bəs mənası budur ki, itlaqı yoxdur kəlamın. Bu ayənin ki, itlaqı olmadı və muqtəzəl əsl icən huvəl bəraə. Əsli əməlin də iqtizası bəraətdir. Yəni həqiqətən mən şəkk eləyəm ki, ikinci təklif boynuma gəlir yoxsa gəlmir, əsl bu ki, gəlmir. Və səyyəti təfsili, bu bəraət bəhsinin təfsili inşallah üsul əməliyyətə gələcəkdir. Bəs birinci bəhs tamam oldu. Birinci bəhsdə biz bu nəticəyə gəldik ki, əgər bir nəfər əmri istirarını əmələ gətirərsə, sonradan üzr aradan gedərsə, aya bunun əmri istirarı ki, əmələ gətirib, əmri vaqidən kifayət edir yoxsa getmir? Dəlil əsasında həm dəlili ləfsi, həm dəlili əsli əməli nəticəsi bu ki, bəli, kifayət edir. İnşallah gələn bəhsimizdə iczai əmri zahiri, ənil əmril vaqi bunu bəhs edəcəyik. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.